21 sentyabrda bildiyiniz kimi necə xatırlayırsınız bilik günün? İlk dərs günü kimi. Sovet vaxtında oxumuşam, yəni o vaxtı da 1 sentyabr bilik günü kimi idi, məktəbə başlayırdı. Hal-hazırda da uşaqlarım ayın birindən bağçaya qoymuşam ki, ənənə kimi bir qalıb xatirə məndə. Əvvəllər düzdür, sentyabrın 1-də olurdu bilik günü, indi 15-inə çəkiblər. Getdikcə unudulur da, belə mənim üçün normaldır ki, əvvələ baxmış. Düzdür, əvvəllər daha da vaxt məktəb olurdu deyinə, sevinirdi hər kəs. Sizin bəlkə də yadınıza gəlməz, pioner olmusunuz. Pioner düşərgələr keçirdi. Yəni bunlar hamısı oyunla əlaqədardır. Bilik günü qeyd olunurdu. Qırmızı qalstuklar deyirik. İndi onlar yoxdur, maraqlı heç nə yoxdur. Onda nəsə maraqlı bir şey vardı. Düşərgələr keçirdilər, uşaqlarda nəsə təhsilə maraq yaradırdılar. İndi amma ancaq uşağı yükləməklə məşğuldurlar. Yəni biliklə heç nə. Sentyabrın 1-ni xatırlayıram. İlk yəni məktəb günümü hələ də yadımdadır. Çox yaxşı. Onda dərslər çox mükəmməl keçirilirdi. Hazırlıq çox yaxşı idi. Ümumiyyətlə məktəbə olan qayğı çox gözəl idi. Təhsilin səviyyəsi çox yüksək idi. Birinci gün olanda bütün el, ova, hamı bayram eləyirdi. Mən oxuduğum vaxtlarda sentyabrın 1-də idi. Öyrəşmişdim də o vaxtda. İndi sentyabrın 15-də biraz fərqli gəlir, amma nə bilim normaldır yəqin ki. Öyrəşmək olur da. Yəni əvvəlki əhval-ruhiyyə ilə indi var, indiki əhval-ruhiyyə indi. Yox, demək olar ki, xatırlamırıq da. 15 sentyabr kimi xatırlayırıq da. Amma nə bilim sentyabrın 1-i məncə daha yaxşı idi. Mən birinci 1 sentyabr getmişəm, birincisi onu deyə bilərəm. İndi 15 sentyabr gedirlər. Mən heç buna pis baxmıram. Çünki 1 sentyabr ancaq indi Rusiyada qalıb. Başqa ölkələr 15 sentyabrda məncə başlanılır. Mən elə bil birinci, ikinci siniflərdə az müddətdə olub 1 sentyabr, sonradan keçirilib 15 sentyabra. Yəni ilk günlərim onunla bağlı olduğuna görə maraqlıdır. İlk xatirəmdir, ilk tələbə sinif getməyimdir, maraqlıdır. Yəni necə qeyd edirdiniz bilik gününü o vaxt? Hazırlaşırdıq, bantiklərimizi bağlayıb gedirdik məktəbə.